Salam, xoş gördük sizi, hörmətli müəllimlər. Bugün arqumentativ essenin yazılması barədə danışacağıq. Yazı müəyyən bir məqsədlə yazılır. Bəs arqumentativ essenin məqsədi nədir? Arqumentativ esse mövzu ilə bağlı tezisi təsdiqləməyə xidmət edir. Müəllif mövzu ilə bağlı fikir, yəni tezis irəli sürür və arqumentlərlə mövqeyini təsdiqləyir, fikrini əsaslandırır. Fikri əsaslandırmaq həyati bacarıq olduğundan, arqumentativ esse yazmağın yolları şagirdlərə mütləq öyrədilməlidir. Arqumentativ essenin strukturu necə olur? Giriş. Burada mövzu və tezis öz əksini tapır. Əsas hissə. Tezisdəki fikri əsaslandırmalardan ibarət olur və nəticə. Arqumentativ essedə giriş necə yazılır? Girişdə müraciət etdiyiniz mövzu, fikirlərinizi, arqumentlərinizi anlamağa xidmət edəcək informasiyalar və tezis öz əksini tapmalıdır. Tezis nədir? Tezis essenin girişində verilir. Mövzu ilə bağlı mövqeyinizi əks etdirir. Adətən bir və ya iki cümlədən ibarət olur. Tezisdə verilmiş fikir əsas hissədə təsdiqlənir və dəstəklənir. Tezis necə yazılır və ya necə formalaşdırılır? Mövzu ilə bağlı araşdırma aparın. Münasibətinizi müəyyənləşdirin. Mövqeyinizin əsaslı olub-olmadığını dəqiqləşdirin. Demək istədiyiniz əsas fikri özünüz üçün aydınlaşdırın. Daha sonra fikrinizi sadə şəkildə ifadə edin, cümləyə çevirin və getdikcə cümlənizi təkmilləşdirin. Gəlin bir nümunəyə diqqət yetirək. Mövzumuz təhsildə aparılan islahatlardır. Mövzu ilə bağlı tezis bu şəkildə verilmişdir. Təhsildə aparılan islahatlar təhsil alanların potensiallarına uyğun olaraq əmək bazarına hazırlanmasına, onların həyati bacarıqlarının, tənqidi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə və ömür boyu öyrənmə vərdişinin formalaşdırılmasına xidmət edir. Gördüyünüz kimi, esseni yazan şəxs mövzu ilə bağlı öz mövqeyini nümayiş etdirmişdir. Arqumentativ essedə əsas hissə necə yazılır? Adətən arqumentativ esse 3-5 və daha artıq abzasdan ibarət olur. Hər abzasda tezisdəki fikri təsdiqləyən arqument, onu dəstəkləyən və möhkəmləndirən nümunələr, statistik məlumatlar, tədqiqatların nəticələri, sitatlar əks olunmalıdır. Hər abzasda yeni arqument gətirilməli, yeni fikir ortaya qoyulmalıdır. Bütün fəaliyyət oxucunun sizinlə nə üçün razılaşmalı olduğunu əsaslandırmalıdır. Sonuncu abzasda tezisdəki fikrə qarşı gətirilən, fərqli nöqteyi nəzəri ifadə edən əks arqument və bu arqumenti təqzib edən fikirlər, nümunələr olmalıdır. Bu, oxucuda sizin mövqeyinizin nə üçün daha doğru olduğuna inam yaradacaq və oxucunu inandırmağa xidmət edəcəkdir. Adətən şagirdlər əsaslandırma gətirməkdə çətinlik çəkirlər. Bunun üçün şagirdlərə PEEL metodunu öyrətmək səmərəli ola bilər. PEEL İngilis abreviaturasıdır. Hansı mənanı verir? Birinci P hərfi başlanğıc nöqtəni bildirir. Abzası elə cümlə ilə başlamaq lazımdır ki, abzasda nədən danışılacağı oxucuya aydın olsun. Daha sonra sübut və ya nümunə gətirilməlidir. Bu hissədə siz abzasın birinci cümləsinə uyğun olaraq mövqeyinizi dəstəkləyən arqument gətirməli və onu aydın təsvir etməlisiniz. Daha sonra həmin arqumentin izahını verməlisiniz. Arqumentin mövqeyinizi əsaslandırmağa necə xidmət etdiyini göstərən əlavə məlumatlar verməlisiniz. Bu, oxucunu yazdığınız informasiyanın aktuallığına və əsaslı olduğuna inandıracaqdır və sonda mütləq əlaqələndirmə aparılmalıdır. Abzası tamamlamaq üçün deyilmiş fikri tezislə və ya mövzu ilə bağlamaq, əlaqələndirmək lazımdır. Gəlin bir nümunəyə diqqət yetirək. Mövzu körpə uşaqlara planşet vermək düzgündürmü mövzusudur. Tezis körpə uşaqlara planşet vermək olmaz. Abzas başlanğıc nöqtə körpələrə planşet vermək doğru deyil. Tədqiqatlar göstərir ki, vaxtından əvvəl planşetlə oynayan və uzun müddət ekran qarşısında olan uşaqların inkişafı zəif gedir. Sübut. Məsələn, bu yaxınlarda pediatriya sahəsində aparılan tədqiqat uzun müddət planşetlə oynayan uşaqların nitqinin gec inkişaf etdiyini müəyyənləşdirmişdir. İzah. İnkişafdan qalmanın səbəbi odur ki, uşaqlar uzun müddət ekran qarşısında olarkən onların inkişafı üçün lazım olan zaman düzgün istifadə olunmur.
Ona görə də nitqin inkişafında gecikmə müşahidə olunur. Əlaqə, əldə olunan bu informasiyanın olması vaxtından əvvəl planşetlə oynamağın uşaqlar üçün nə qədər ziyanlı olmasını sübut edir. Bu səbəbdən də körpə vaxtlarından planşetin uşaqlara verilməsi məqsədə uyğun hesab edilmir. Pil metodundan yeni istifadə edərkən şagirdləri təşviq edin ki, yazdıqları hər abzası oxusunlar və ardıcıllığı düzgün qeyd edib etmədiklərini yoxlasınlar. Bu cür yazılar çox yazdıqları halda əsaslandırma şagirdlərdə vərdişə çevriləcəkdir. Essenin nəticə hissəsi. Arqumentativ essedə nəticə adətən bir abzasdan ibarət olur. Tezisdəki fikri təkrarlayır, gətirilən arqumentləri ümumiləşdirir. Nəticə hissəsində yeni arqumentlər gətirmək, yeni fikir ortaya qoymaq doğru deyil. Yaxşı nəticə oxucunun diqqətini cəlb etməli, emosional cəhətdən ona təsir etməlidir. Güclü esselərdə müəlliflər nəticədə həyati situasiyalardan nümunə gətirməklə mövqeyinin nə üçün doğru olduğunu bir daha incə şəkildə oxucunun diqqətinə çatdırır. Əziz müəllimlər, bir daha xatırladırıq ki, əsaslandırma bacarığı vacib həyati bacarıqlardandır. Ona görə arqumentativ essenin yazdırılması, şagirdlərdə əsaslandırma bacarığını formalaşdırması çox vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.